mənim bir yoldaşım idmançı var idi. O da Qarabağ ermənilərindən idi. Bir dəfə biz Moskvada yarışlarda olanda mən fikir verdim ki, bu Ermənistandan olan bu komandanın üzvləri bununla çox danışır, bununla nəsə müzakirə eləməyə çalışır və s. O vaxt təbii biz belə şeyləri çox da fikirləşmirdik. Sonra ayrılanda onda adı Alyoşa idi desən, Lyoşa. Dedim ki, Alyoşa, bunlar nə deyirlər? Bunlar səndən nə istəyirlər? Dedi, vallahi Alek, mən deyir, çox şeyi başa düşmürəm bunlar nə deyirlər. Çünki bizim dilimiz çox fərqlidir bunlardan. Həqiqətən də bu belə idi. Və o dildə mən müəyyən dərəcədə indi o vaxtlar hələ Sovet vaxtında o təzə onda harasa gedirdik o yaxın bölgələrə. Çox təəssüf ki, o vaxt mən Qarabağda olmamışdım. Onların dilində hətta çox Azərbaycan, türk sözləri çox istifadə olunurdu. Qarışıq çox dilləri vardı və təbii ki, o ləhcə və daha doğrusu dialekt çox fərqlənirdi. Və bunların o deyirsiniz ki, xüsusiyyətlər nədən ibarət idi? Bu Azərbaycan mədəniyyətinin, türk mədəniyyətinin bu deyək ki, çox elementləri artıq bunların deyək ki, bütün həm maddi mədəniyyətdir, mənəvi mədəniyyətə deyək ki, sirayət eləmişdi, yəni daxil olmuşdu və bunlar faktiki olaraq təsadüfi deyil ki, indini bilmirəm açığı, amma hələ o vaxtlar, hələ Sovet vaxtında da bu Azərbaycandan olan ermənilərə, Bakıdan, Qarabağdan olan ermənilərə, məsələn, Yerevanda ermənilər onu şurtçuvaç deyirdilər, nə deyirdilər, yəni dönmüş. Siz deyir, dönmüş, həmişə olub. Bunlar həmişə özləri də etiraf edirdilər ki, bunlar bizə belə deyirlər. Yəni siz dönmüşsünüz, dönmüş ermənisiniz, yəni əsl erməni deyilsiniz.